Bu bilirsiniz nədir? Əsl atom. Hazırlanması onda yaxın vaxtındasa. Bizə ilk öncə lazımdır. Banan dostlar, fındıq dostlar, qoz dostlar, püstə dostlar. Və bunları gözəlcə neyinirik, üydürük. Yaxın gəlir. Bura möhtəşəmdir. Bura nə Afrikadır, nə Ekvadordur. Gördüyünüz kimi təmiz ləpələri üyütdük. Bizə lazımdır təmiz xurma dostlar. Çərdəyini çıxardırıq. Pişmiş dostlar. Və üyütdüyümüz bax bu gözəl ləpə qarışımı. Görürsən gücü yoxdur. Gələk banan yiyəsən ki güc olsun. Tulaş gömür. Yapışıb. Bal əlavə olunur. Və əsas bizə lazım olan təmiz orqanik protein hardan başlayır? Məhz bu atom kokteylinə banandan. Azərbaycanda yetişən banan dostlar. Gözəlliyə baxın. Mükəmməl deyilmi? Əsas ki təmizdir. Heç bir qatqı əlavə olunmadan hazırlanan bax yetişdirilən bu gözəl bananlar. Harda? Bakıdan sizi salamlayır. Kokteyli cəhətində kimi atım elə birini özəyində yemək başqa aləmdir. Və yoğurtumuzu əlavə edək. Sözsüz ki, təbii süt. Bax, bu əsl daddır. İnanın səmiyyətimə təmiz banandan hazırlanmış atom sizdən yolunu gözləyir. Gəl içdə.